Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalında müəllimimiz Siyərci. Bugün sizlərə oksid əsas turşu duz bölməsindəki oksidlər mövzusunda 61-dən sona qədər olan sualları izah edəcəm. İnşallah vaxt itirmədən 61-ci sualdan başlayaq. Hansı reaksiyadan alınan maddələrdən biri natrium hidroksid məhlulu ilə reaksiyaya daxil olur? İlk öncə uşaqlar, gəlin reaksiyaları bir-bir açaq. Birbaşa nə alınır onu yazacağam. Hidroksidlər parçalananda müvafiq oksidi, bir də su əmələ gətirirlər. B variantına baxaq. Hidrokarbonatlar parçalananda həmin metalın karbonat duzunu, CO2, bir də su əmələ gətirirlər. Yenə eynən maqnezium OH da suda həll olmayan əsaslar parçalananda maqnezium oksid üzərinə gəlsin H2O, müvafiq oksid və su əmələ gətirir. Suda həll olan əsaslar, yəni qələvlər qətiyyən parçalanmır. D variantı NH3 üzərinə gəlinsin oksigen. Bu reaksiya iki cür gedir. Baxın, Y variantında da var. Katalizator iştirak edirsə alınır NO plus su. Yox, əgər katalizator kat yazaq bura. Katalizator iştirak etmirsə, yalnız temperatursa Y variantındakı kimi, bu zaman N2 plus su alınır. Sual nədir? Hansı reaksiyadan alınan maddələrdən biri natrium hidroksiddir ki, bu maddələrdən biri natrium OH-la reaksiyaya daxil olur. Uşaqlar, natrium OH əsasdır. Deməli, əsasi oksid variantlar əsasi oksid ola bilməz. MiSO2 oksid əsasi oksiddir. CO2 turşu oksiddir. Ona görə CO2 əsasının turşu oksidi əsasına reaksiyaya daxil olur. Cavab B variantıdır. Digər variantlara baxaq. Maqnezium 2 oksidi əsasi oksiddir. NO duz əmələ gətirməyən oksidin əsasında da turşularla reaksiyaya daxil olmur. Y variantında da yalnız su var. Suda qələvlərlə reaksiyaya daxil olmur. Keçdik 62-ci suala. Hansı oksidlər suda həll olaraq əsaslara əmələ gətirir? Uşaqlar, əsasi oksidlər qələvi və qələvi torpaq metalların əsasi oksidləri suda həll olaraq əsaslara əmələ gətirir. Kalium oksid qələvi metaldır, əsasi oksid əmələ gətirir, suda həll olur, əsas əmələ gətirir. Sink oksid amfoter oksiddir. Mis2 oksid qələvi və qələvi torpaq metal oksiddir, deyil, əsas əmələ gətirməz. C variantına baxın, doğrudur. Kalsium oksid qələvi metallı, qələvi torpaq metal oksididir. Kalium oksid qələvi metal oksididir. Barium oksid qələvi torpaq metal oksididir. Natrium oksid isə qələvi metal oksididir. Y variantında baxın, mis2 oksid əsas əmələ gətirənməz. Y variantında da sink oksid amfoter oksiddir. Amfoter oksidlər və qarışıq oksidlər su ilə heç bir şəraitdə reaksiyaya daxil olmurlar. 63-cü sual. Hansı reaksiya nəticəsində duz əmələ gətirməyən oksid alınır? Uşaqlar, gəlin reaksiyaları bir-bir açaq. 63. A variantı. Nitratlar parçalananda 3 cür parçalanmaları var. Passiv metalın nitratı metalı çıxardır. NO2, bir də oksigen çıxardır. B variantı. Deməli, civənin üzərinə HNO3 qatı gələndə bu zaman civə nitrat, civə 2 nitrat daha doğrusu, NO2 üzərinə gəlinsin. Deməli, civə pasiv metal olduğu üçün qat nitrat turşusundan NO2 qazını çıxardacaq. Bir də su. Sonra C variantı. Deməli, dəmir üzərinə gəlinsin HNO3 qatı. Bu zaman da dəmir 2 nitrat, dəmir 3 nitrat. Niyə 3 valentli duzun? Uşaqlar, qatı nitrat turşusu dəmir, nikel, alüminium, xrom bu metallarla reaksiyaya daxil olduqda onun 3 valentli duzunu əmələ gətirir. Üzərinə gəlsin, dəmir orta aktiv metal olduğu üçün qatı nitrat turşusu ilə NO çıxardacaq və su çıxardacaq. D variantı. Deməli, natrium sulfit üzərinə gəlsin H-xlor. Baxın uşaqlar. Sulfit ionunun qatılığı, yəni daha doğrusu xlor ionu sulfit ionundan daha güclüdür. Ona görə də xlor ionu sulfit ionunu çıxardır, duzundan sıxışdırıb çıxardacaq. Gəlin reaksiya məhsulunu yazaq. Natrium xlor, xlor sulfiti çıxartdı ionunu. H2SO3. Y variantı. Deyir ki, sink karbonatlar parçalanında müvafiq oksid, bir də karbon qazı ayrılır. Duz əmələ gətirməyən oksid alınır. Bu duz əmələ gətirməyən A variantında yoxdur, B variantında yoxdur. C variantına baxın, NO duz əmələ gətirməyən oksiddir. Cavab C variantı. Keçdik 64-cü suala. 64. Hansı reaksiya nəticəsində duz əmələ gətirən oksid alınır? Bir-bir reaksiyaları yazaq uşaqlar. CO2 üzərinə gəlsin, karbon nəticəsində CO alınır. Duz əmələ gətirməyən oksiddir. A variantı yanlışdır. B variantı. Sink oksid üzərinə gəlsin karbon. Bu zaman karbon sinki metalı reduksiya edəcək. Sink üzərinə gəlsin CO alınacaq. B variantı yanlışdır. C variantı. Maqnezium üzərinə gəlsin silisium O2. Maqnezium oksid üzərinə gəlsin silisium əmələ gətirəcək. Baxın, duz əmələ gətirən oksiddir. Cavab C variantıdır. İndi D variantına da baxaq. NH4NO3 parçalananda müvafiq olaraq N2O və su əmələ gətirir. Y variantına baxaq.
Y variantında HCOH, H2SO4 iştirakında parçalanaraq dəm qazı bir də su əmələ gətirir. Dəm qazı da duz əmələ gətirməyən oksiddir. Ona görə də cavab C variantı, 64 C variantı. Keçdik 65-ci suala. Hansı oksidlər su ilə reaksiyaya daxil olur? Uşaqlar, baxın, qələvi və qələvi torpaq metal oksidi, əsasi oksidi su ilə reaksiyaya daxil olacaq. 2. Turşu oksidlər su ilə reaksiyaya daxil olur. 2 dənə istisnamız var. Silisium O2 və wolfram O3. N2 30 əmələ gətirməyən oksiddir. Nə su ilə, nə əsasında turşu ilə reaksiyaya daxil olmaz. Cavab 1, 2, Y variantı. 66-cı sual. Uçucu olmayan oksiddir. Uşaqlar, uçucu olmayan oksid isə ya bu metal oksididir, ya da bərk halda olan bir oksiddir. Baxın, NO2 qaz halındadır, CO qaz halındadır. Bu variant getdi. Qızdırıldıqda kalium karbonatdan karbon qazını çıxardır. Uşaqlar, həm əsaslar, həm də turşular, daha doğrusu əsasi oksidlər, həm də turşu oksidlər qızdırıldıqda karbonatlarla reaksiyaya daxil olur. Ona görə də 3 oxuyuruq. Qızdırıldıqda əsasi oksidlərlə reaksiyaya daxil olur. Uşaqlar, eyni xassəli oksidlər bir-biri ilə reaksiyaya daxil olmur. Ferium 2 oksid əsasi oksidlə reaksiyaya daxil olmaz. Kalsium 2 oksid əsasi oksidlə reaksiyaya daxil olmaz. Baxın, silisium 4 oksid, turşu oksiddə əsasi oksidlərlə reaksiyaya daxil olub, normal duz əmələ gətirir. 67-ci sual. 10 qram ekvivalentli metal oksigenlə tam qarşılıqlı təsirdə olduqda 67. Ekvivalentli bir metal var, oksigenlə qarşılıqlı təsirdə olur və XO birləşməsini əmələ gətirir. Əmsallaşdıraq ki, rahat həll eləyək. 10 qram ekvivalentli metal oksigenlə qarşılıqlı təsirdə olduqda 14 qram XO birləşməsi, yəni oksid əmələ gətirir. Onda maddə kütləsinin saxlanması qanununa əsasən reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir. Deməli, 10 qram X reaksiyaya daxil olubsa, 14 qram XO, yəni oksid alınıbsa, onda 4 qram oksigen reaksiyaya daxil olar. Metalın nisbi atom kütləsini istəyir. MR-dən hesablayaq. Uşaqlar, 2X X maddəsindən reaksiyaya daxil olanda 32 qram oksigen reaksiyaya daxil olur. Bizə deyir ki, 4 qram oksigen reaksiyaya daxil olub. 10 qram X2 maddəsi reaksiyaya daxil olanda indi tənasübə uyğun olaraq həll eləyək. 4-ə ixtisar gedir 8 dəfə, 2-yə ixtisar gedir 4 dəfə, X də bərabərdir 40. Cavab da A variantı. Keçdik 68-ci suala. Xrom 2 oksid, 3 oksid və 6 oksid oksidlərin xassələri üçün nə doğrudur? Xrom 2 oksid necə oksid? Uşaqlar, əsasi oksid, əsasi. Xrom 3 oksid, amfoter. Xrom 6 oksid də turşu oksididir. Turşu. Deyir, xassə turşuluqdan əsaslığa doğru dəyişir. Uşaqlar, xeyr, əsaslıqdan turşuluğa doğru dəyişir. Əsasi oksidlərin əsası xassəsi daha güclüdür. Amfoter oksidlərin həm əsasi xassəsi var, həm turşu xassəsi. Turşu oksidlərdə isə yalnız turşu xassə olur. Ona görə də bir doğru deyil. Xassə əsaslıqdan turşuluğa doğru dəyişir, doğrudur. Bütün oksidlər eyni xassəyə malikdir. Xeyr, hər biri müxtəlif xassələrə malikdir. Yalnız 2 cavab C variantı. 69-cu sual. N2 üzərinə gəlsin O2, bir də kalsium karbonatın parçalanması NO alınır. Kalsium karbonatı parçalananda kalsium oksid üzərinə gəlsin CO2 alınır. Parçalanma reaksiyası 2-yə getdi 1. Çünki N2 üzərinə gəlsin O2 birləşmə reaksiyasıdır. Endotermik reaksiya da hər ikisinə aiddir. Uşaqlar, siz sual verə bilərsiniz ki, müəllim, biz demişdik ki, yalnız parçalanma reaksiyaları endotermik reaksiyadır. Birləşmə reaksiyaların hamısı eksotermik reaksiyadır. Uşaqlar, birləşmə reaksiyaların hamısı yox. Birləşmə reaksiyaların içərisində istisnalar var. N2 üzərinə gəlsin O2 də məhz bu istisnalardandır ki, birləşmə reaksiyası olmasına baxmayaraq eksotermik yox, endotermik reaksiyadır. 3. Birləşmə reaksiyası 1-ə getdi 3. Turşu oksidi əmələ gətirir. Baxın, kalsium karbonat parçalananda turşu oksidi əmələ gəlir. Duz əmələ gətirməyən oksid NO, duz əmələ gətirməyən oksiddir. 5 də getdi bura 3, 5. 2-yə getdi 1, 4, 2. Cavab da Y variantı. 3-cü sual. Hansı reaksiya nəticəsində yalnız oksidlər alınır? Uşaqlar, gəlin buradan bir-bir maddələri yazın. 70-ci sual. A variantı. Hansı reaksiya nəticəsində yalnız kalium xlor üzərinə A variantında üzr istəyirəm. B variantından başladım. A variantından başlayaq. Deməli, hidrokarbonatlar parçalananda müvafiq karbonat duzunu, müvafiq olaraq metalın karbonat duzunu CO2, bir də su əmələ gətirdi. Keçdik B variantına. Kalium xloroid məşhur reaksiyasıdır. Kalium xlor üzərinə gəlinsin P2O5. C variantı. Argentium NO3 parçalananda müvafiq pasiv metal nitrat olduğu üçün argentium üzərinə gəlinsin NO2, üzərinə gəlinsin oksigen. D variantı. Deməli, uşaqlar, bu üzvü maddənin reaksiyası. Siz bunu üzvü kimyada daha aydın öyrənəcəksiniz. Bu reaksiya nəticəsində mis2 oksid, karbon qazı, bir də su əmələ gəlir. Sonra Y variantı.
NH4NO2 parçalananda NO2 olduğu için N2 üzerine gelsin H2O. Yox, əgər NH4NO3 olsaydı N2O üzerine gelsin H2O alırdıq. Hansı reaksiya nəticəsində yalnız oksidlər alınır? Cavab D variantı. A variantı natrium karbonat oksid deyil, kalium xlor oksid deyil, gümüş oksid və oksigen oksid deyil. Y variantında da N2 oksid deyil. 71-ci sual. Deyir ki, kalsiyum hidrokarbonat parçalananda müvafiq olaraq kalsiyum karbonat üzerine gəlinsin CO2, üzerine gəlinsin su əmələ gətirir. Daha sonra B variantına baxaq. NH3 üzərində temperatur iştirakında getdiyi üçün N2 üzerine gəlinsin H2O. C variantı gümüş demək civən nitrat parçalananda pasiv metal olduğu üçün civənin özünü NO2 bir də oksigen çıxardır. D variantı mis 2 hidroksid suda həll olmayan əsas olduğu üçün mis oksid üzərinə gəlinsin su əmələ gətirir. Y variantı. Bu reaksiyanı bayaq çox görmüşdük uşaqlar. H3PO4 reaksiya nəticəsində H3PO4 üzərinə gəlinsin NO2. Sualda nə deyir? Hansı reaksiya nəticəsində yalnız oksidlər alınır? A variantında kalsiyum karbonat oksid deyil, B variantında azot qazı oksid deyil, C variantında gülcivə oksid deyil, D variantında hər ikisi oksiddir, Y variantında da H3PO4 oksid deyil. Ona görə də cavab D variantı. 72-ci sual. Hansı reaksiyadan alınan oksid kalium OH məhlulu ilə reaksiyaya daxil olur? Uşaqlar, gəl məhsulları ilə buraya yazaq. Olmur daha doğrusu. Kalium xlor üzərinə gəlinsin P2O5. Kalsiyum karbonat, kalsiyum, silisium O3 üzərinə gəlinsin CO2. Sonra H2O üzərinə gəlinsin silisium O2. Misin üzərinə qatı nitrat turşusu gələndə, uşaqlar, mis pasiv metal olduğu üçün misin nitratı əmələ gələcək. Mis 2 nitrat. Üzərinə gəlinsin NO2. Üzərinə gəlinsin su. Sonra sink orta aktiv metal olduğu üçün sink nitrat. NO3 2 dəfə. Üzərinə gəlinsin NO. Üzərinə gəlinsin su. Bunlar uşaqlar qat nitrat turşusuna metalların reaksiyasını öyrənəndə, yəni daha doğrusu duzlar bölməsini keçəndə artıq bunlar sizə çox aydın olacaq. Hansı reaksiya nəticəsində alınan oksid kalium OH məhlulu ilə reaksiyaya daxil olmur? P2O5 turşu oksidi reaksiyaya daxil olacaq. CO2 turşu oksidi reaksiyaya daxil olacaq. Silisium O2 turşu oksidi reaksiyaya daxil olacaq. NO2 də turşu oksidi reaksiyaya daxil olacaq. NO duz əmələ gətirməyən oksid uşaqlar nə əsaslarla, nə turşularla reaksiyaya daxil olmur. Cavab Y variantı. 73-cü sual. X üzərinə gəlsə 2 mol H xlor, X xlor 2 H2 çıxır. Deyir ki, turşu ilə reaksiyaya daxil olur, qələvi ilə reaksiyaya daxil olmur. Baxın, reaksiya getmirik. Ya baxın. X deməli turşu ilə reaksiyaya daxil olur, qələvi ilə reaksiyaya daxil olmur. Keçək aşağıya. X oksidi turşu ilə də reaksiyaya daxil olur, su ilə də reaksiyaya daxil olur. Uşaqlar, əgər bu qələvi ilə reaksiyaya daxil olmursa bu element, deməli bu əsasi oksiddir. Yəni ya qələvi metaldır, ya da qələvi torpaq metaldır. Əsasi oksid əmələ gətirən bir elementdir. Ona görə də əsasi oksidləri qeyri-metallar əmələ gətirə bilməz. X-in A variantı getdi. XO turşu oksidi turşu ilə reaksiyaya daxil olmur. C variantı getdi. B variantı doğru ola bilər, amfoter metal da ola bilər. Çünki amfoter metallar qələvlərlə reaksiyaya daha doğrusu həm qələvi ilə reaksiyaya daxil olur, həm də turşu ilə reaksiyaya daxil olur. Amma bizə qayda deyir ki, qələvi ilə B variantına baxın, qələvi ilə reaksiya getmir. Ona görə B də doğru deyil. Amfoter metal olsaydı qələvi ilə reaksiyaya daxil olardı. D variantı XO əsasi oksiddir. Əsasi oksiddir, doğrudur. Çünki qələvi ilə reaksiyaya daxil olmur. XO amfoter oksiddir. Xeyr, amfoter oksid ola bilməz. Çünki amfoter oksidi olsaydı əsaslarla reaksiyaya daxil olardı. Baxın, aşağıda turşunu göstərib, bir də suyu göstərib. Burada 2 dənə əsas göstərmir. Deməli, bu XO birləşməsi də əsaslarla reaksiyaya daxil olmaz. Cavab D variantı. 74-cü sual. X maddəsi, yəni daha doğrusu X elementi və XO birləşməsi oksidi həm turşularla, həm də əsaslarla reaksiyaya daxil olur. Sual diqqətlə baxın uşaqlar. Hər ikisi ilə reaksiyaya daxil olur. Həm əsaslarla, həm turşularla reaksiyaya daxil olan element amfoter metal ola bilər də. Amfoter metalda onun əmələ gətirdiyi oksid deyil, amfoter oksiddir. Cavab A variantı. 75. Oksidləri verib X, Y, Z, H2SO4, HNO3 və H-flor. Deməli, X maddəsi 2 turşu ilə reaksiyaya daxil olunur, amma H-flor ilə reaksiyaya daxil olunur, su əmələ gətirir. Uşaqlar, variantlara baxın, hamısı turşu oksididir. Yəni, daha doğrusu A variantında, daha doğrusu X-i göstərən bütün oksidlər hamısı turşu oksididir. Uşaqlar, bilirik ki, demişik ki, turşu oksidlər turşularla reaksiyaya daxil olmur. Bəli. Amma istisnalarımız var. Silisium O2, SO2, SO3, bir də P2O5. Silisium O2 H-florla reaksiyaya daxil olur. Ona görə də B variantı, C variantı, B variantı və Y variantı. Baxın, C variantında burada fikrimdən qaçdı. C variantı əsasi oksid demiş. Əsasi oksid turşularla reaksiyaya daxil olur.
Amma variant C variantı da ola bilməz. Çünki əgər turşularla reaksiya daxil olursa, H2SO4 ilə də HNO3 ilə də ikisi ilə də reaksiya daxil olacaq. Ona görə C variantı doğru cavab deyil. Keçdi Y-ə. Deyir ki, həm H2SO4, həm HNO3, həm də deməli H ilə reaksiya daxil olub duz əmələ gətirir. Deməli bu əsasi oksiddir. Çünki CO2 turşularla reaksiya daxil olmur. Cavab A variantı. Keçdi digərinə baxmağa. Deyir, hər üçü ilə reaksiya daxil olmur. CO2 də hər üçü ilə reaksiya daxil olmur. Çünki turşu oksididir. Turşu oksidlərdən yalnız ikisi istisnaidir. Silisium ikisi yox. Silisium O2, SO2, SO3, bir də P2O5 istisnaidir. 76-cı sual. XO həm turşu, həm də qələvilərlə, YO isə yalnız turşularla reaksiya daxil olursa, YO yalnız turşularla reaksiya daxil olursa, Y əsasi oksiddir, əsasi oksid. Həm turşu, həm əsasla reaksiya daxil olursa, amfoter oksiddir. Amfoter. Deməli, hansı ifadə doğru deyil? X fosforla P2O5 birləşməsi əmələ gətirər. X amfoter oksidi. İkivalentli amfoter oksidlər hansılara aiddir uşaqlar? Sink oksid, berilyum oksid. Metalları bir-bir yazıram. Berilyum, qurğuşun, bir də qalay. A variantı X fosforla X3P2 birləşmə əmələ gətirir. Doğrudur, çünki X ikivalentli metaldır. Ona görə də X3P2 birləşməsi də əmələ gətirə bilər. B variantı qələvi ilə reaksiya daxil olur. Bəli, amfoter xassəlidir. Y variantı Y əsasi oksiddir. Doğrudur. D variantı X metaldır. Bəli, amfoter oksidlər metal oksidlər. 3-4 valentli, bir də 4 dənə istisnamız var ki, 2 valentli metal oksidlərdir. Y variantı X ilə Y ion rabitəli XY birləşməsi əmələ gətirir. Mümkün deyil uşaqlar. Çünki X də metaldır, Y də metaldır. Bunlar ion rabitəli birləşmə əmələ gətirə bilməzlər. Ona görə Y variantı doğru deyil. Çünki ion rabitəli birləşmə metal və qeyri-metal arasında əmələ gəlir. 77. X, Y, Z oksidləridir. X turşu və əsaslarına reaksiya daxil olmur. Turşu və əsaslarına reaksiya daxil olmur. Onda X duz əmələ gətirməyən oksiddir. Nə turşu ilə, nə əsasına reaksiya daxil olmur. Ona görə də A, B, C variantları getdi. Y turşularla reaksiya daxil olur, əsaslarla reaksiya daxil olmur. Onda Y əsasi oksid olacaq. Alüminium 2O3 amfoter oksidi hər ikisinə reaksiya daxil olur. Cavab Y variantı. Y-də Z-də oxuyaq. Turşu və əsaslarla reaksiya daxil olur. Amfoter oksidlər turşu və əsaslarla reaksiya daxil olur. Cavab Y. 78. Element sıra nömrəsi 11, sıra nömrəsi 17 və sıra nömrəsi uyğun olaraq 15-dir. X, Y, Z metalların oksidləri üçün hansı ifadələr doğrudur? Uşaqlar, ilk öncə biz bu elementlərin yerləşdiyi qrupu müəyyən eləyək ki, elementin valentliyini müəyyən eləyək. Ondan sonra da birləşdiyi oksidlə hansı formulu, necə əmələ gətirdiyini müəyyən eləyə bilərik. Deyirik ki, X elementinin sıra nömrəsi 11-dir. Birinci açaq 1s2, 2s2, 2p6, 3s1. Sonuncu energetik səviyyəsində neçə dənə elektron var? 1 dənə elektron var. Baxın, 1 dənə. Ona görə də bu element birinci qrupda yerləşir. 1A qrupda. Çünki S elementidir qrup. 1A qrup. Keçdi Y elementinə. Y elementində 17 dənə var. 1s2, 3s2, 3p5. Deməli, Y 7-ci qrupda yerləşən P elementidir. 7A qrup. 1A qrup elementləri, Z elementi üçün də yazaq. Z də 15-dir. 1s2, 2s2 qısa elektron formulunu yazaq. 3s2, 3p3. Deməli, Z elementi də 5-ci qrupda yerləşir. 5-ci A qrupunda yerləşir. İndi bir bu elementlərə bir misal yazaq. 1A qrupunda yerləşən elementə natrium misal göstərmək olar. 7-ci qrupda yerləşən elementə məsələn halogenlərdir, flor, xlor, brom, yod. 5-ci qrupda da azot yerləşir, fosfor yerləşir. Birini misal kimi yazaq. İndi davam eləyək. X-in oksidi adi şəraitdə su ilə reaksiyaya girir. X hansı idi uşaqlar? Natriumun oksidi. Əlbəttə su ilə reaksiyaya daxil olacaq. Qələvi və qələvi torpaq metal oksidi əmələ gətirir. Su ilə reaksiyaya daxil olur, əsas alınır. Y oksidi amfoter oksiddir. Y-ə baxaq. Xeyr, amfoter oksid ola bilməz, çünki qeyri-metaldır. 7-ci A qrupunda, yəni əsas yarım qrupunda halogenlərdir. Onlar qeyri-metallardır. Ona görə də Y amfoter oksid əmələ gətirə bilməz. Davam eləyək. Deyir ki, Z-in oksidi əsaslarla reaksiyaya girir. Z-in oksidinə baxaq. Z-in oksidi azot, məsələn, azot 2, daha doğrusu NO2. Z-in oksidi əsaslarla reaksiyaya daxil ola bilir, amma azot həmçinin deməli NO da əmələ gətirə bilər, duz əmələ gətirməyən oksid heç biri ilə də reaksiyaya daxil olmaya bilər. Amma 5-ci A qrupunda yalnız azot yerləşmir. Tutaq ki, biz fosforu götürsək, fosforun oksidləri əlbəttə ki, əsaslarla reaksiyaya daxil olar. Çünki 5-ci A yarım qrupunda qeyri-metallardır. Qeyri-metallar da müvafiq olaraq əsaslarla reaksiyaya daxil olur. Ona görə də Z də doğrudur, 3 də doğrudur. Biz hansı variantı götürdük? 1, 3, cavab B variantı. Keçdik 79-cu suala. X S elementi, Y qeyri-metal olub P elementi, Z isə T elementi, D elementidir. Hansı birləşmə adi şəraitdə gedər?
Deyir ki, S elementi, X, S elementi, S elementləri 1, 2-ci yarım qrupda yerləşir. Qələvi və qələvi torpaq metalların oksidləri su ilə reaksiyaya daxil olur. Tutaq ki, natriumdur, natrium su ilə reaksiyaya daxil olar, reaksiya gedir. 2-yə baxaq, YO3 üzərinə gəlinsin su, Y qeyri-metaldır. Deməli, turşu oksidlər də su ilə reaksiyaya daxil olub, yəni turşu əmələ gətirir. Z D elementidir. D elementlərinə misal olaraq, məsələn, mis oksidi, mis D elementidir. D elementləri artıq əlavə yarım qrupda yerləşir. Mis D elementi olduğuna görə, özü 3 valentli olduğuna görə 3 valentli metal oksidinin 3 valentli metal oksididir bu artıq. 3 valentli metal oksidi su ilə reaksiyaya daxil olursa, bu amfoter oksiddir. 3 valentli metal oksidləri amfoter oksidlər sayılır uşaqlar. Bir də P2O3 vardır ki, o qarışıq oksiddir. Nə amfoter oksidlər, nə də qarışıq oksidlər su ilə reaksiyaya daxil ola bilmir. Ona görə 3 yanlışdır. Adi şəraitdə gedir 1, 2, cavab A variantı. Keçdik 80-ci suala. Metal oksidləri X, Y və Z oksidin bir molunda olan atomların sayı. Uşaqlar, oksidin tərifi nədir? Deməli, elementlərindən biri oksigen olmaqla 2 elementdən ibarət mürəkkəb maddələrə oksidlər deyilir. Deməli, bu elementlərdən biri mütləq oksigen olmalıdır. Onda gəlin, yəni sadə bir təməl şablon formulu yazaq. Tutaq ki, götürürük bir dənə A oksidi, AO birləşməsi əmələ gətirir. AO. Hər birində 2 element var, biri də oksigen. İndi gəlin bunun atomlarını düzək. Deyir ki, oksidin bir molunda olan atomların sayı 2-yə bərabərdir X elementinə. Baxın, elə AO birləşməsində oksidin bir molunda olan atomların sayı 2-yə bərabərdir. Keçirik Y. Y-də deyir ki, bir molunda olan atomların sayı 4-ə bərabərdir. Uşaqlar, mən O birləşməsində 4-ü necə əmələ gətirə bilərəm? Yəni indekslərin cəmi necə 4 ola bilər? 2 yazaram, mümkün deyil. İndekslər ixtisar gedir, yenə yuxarıdakı X birləşməsi əmələ gələcək. Ona görə də yazaram A2, daha doğrusu bir dəqiqə AO3 şəklində yazaram. Gördünüz? İndekslərin cəmi neçə elədi? 4 elədi. İndeksləri ixtisar belə getmir. Sonra Z elementinə keçək. Z elementində də deyilir ki, 5 dənə atom var bir molunda. Bir molunda 5 dənə atom olması üçün A2O3 şəklində yazaram. Baxın, 5 dənə atom oldu. Bunu biraz da yəni öz yaradıcılığınıza buraxır. Bunu öz beyninizdə düşünürsünüz. Atomların sayını necə 2-yə, 4-ə, 5-ə çıxarda bilərəm. Düşünərək çox sadə bir şəkildə məsələni həll edə bilərsiniz. Davam eləyək. İndi deyir ki, metalın müvafiq oksidlərdə göstərdiyi oksidləşmə dərəcəsi. Uşaqlar, oksigen həmişə -2 oksidləşmə dərəcəsi göstərir. Müvafiq olaraq da digər elementin oksidləşmə dərəcəsini tapaq. X elementində A-nın oksidləşmə dərəcəsi -2-dir ki, 0-a bərabər olsun. Oksidləşmə dərəcələrinin cəmi 0-a bərabər olur. A variantı yanlışdır, C variantı yanlışdır, D variantı yanlışdır. İkinci birləşmədə deməli -6 oksidləşmə dərəcəsi, -6 oksidləşmə dərəcəsi var oksigen üçün. -6 da gərək A-nın oksidləşmə dərəcəsi olsun ki, 0-a bərabər olsun. Cavab Y variantı doğrudur, çünki 3 doğru deyil. İndi -3 oksidləşmə dərəcəsi də baxın, oksigen -2 göstərir. Gərək A elementi də -3 oksidləşmə dərəcəsi göstərsin ki, -6 üzərinə gəlsə -6, cavab 0 eləsin. Cavab da Y variantı. 81-ci sual. Adi şəraitdə reaksiyaya daxil olması H-xlor ilə reaksiyaya daxil olur. Həm qələvi ilə XO birləşməsi həm qələvi ilə, həm də turşu ilə reaksiyaya daxil oldu. İndi XO birləşməsi onda biz buradan gördük ki, amfoterdir. Amfoter oksiddir. Amfoter. Sonra YO birləşməsi heç biri ilə reaksiyaya daxil olmur. Onda bu da duz əmələ gətirmir. Duz əmələ gətirməyən oksiddir. Suda həll olmur YO. Bəli, suda həll olmur. Doğrudur. Deməli, duz əmələ gətirməyən oksidlər suda həll olmur. XO suda həll olur. Uşaqlar, amfoter oksidlər su ilə reaksiyaya daxil olmur. Nə amfoter oksidlər, nə də qarışıq oksidlər. Üçüncü sual, X metal, Y isə qeyri-metaldır. Duz əmələ gətirməyən oksidlərin hamısı qeyri-metallardan əmələ gəlib. Hansıları da uşaqlar? NO, CO, silisium-O, N2O. Duz əmələ gətirməyən oksidlərin hamısı qeyri-metaldan təşkil olunub. Metal oksidlər, amfoter oksidlərin də hamısı metaldır. 3-4 valentli metal oksidlərdir. Ona görə 3 də doğrudur. 1-3 cavab A variantı. 82-ci sual. Nisbi atom kütləsi A-2, nisbi atom kütləsi A, nisbi atom kütləsi A+14. Uşaqlar, əslində bizdə variantlarda neçə dənə element verib? NO2, CO2, SO2, bir də silisium 12. Bu 4 elementin nisbi atom kütlələrinə uyğun olaraq yuxarıdakı variantları bir-bir yerinə qoymalıyıq. Bu şəkildə məsələni həll edirik. Tutaq ki, deyir ki, XO2 birləşmə əmələ gətirir. İlk öncə hamısının emerini bir-bir yazaq uşaqlar. Emer NO2 üçün yazıram. NO2. 14 üzərinə gəlinsin 32, 46. Sonra indi emer yazacağım SO2 üçün. 32 üzərinə gəlsin 32 bərabərdir 64. Sonra emer CO2 üçün yazacağım. 12 üzərinə gəlsin 32 bərabərdir 44.
Sonra Mə silisium O2 üçün yazacağım. Baxın, aşağıda ayərlərini də verib bütün elementlərin. 28 üzərinə gəlinsin 32, 60. İndi bizə qayıdır deyir ki, YO2 A'dır, XO2 ondan 2 vahid kiçikdir. Baxın, 46-ya verərəm A, ondan 2 vahid kiçikdir, A-2 də olar A-2 də olar XO2. Sonra deyir ki, A plus 14 də ZO2'dir. A plus 14 hansındadır? A 46'dır. 46'ın üzərinə 14, 64. Onda A plus 14 də silisium O2'dir. İndi bizə deyir ki, müvafiq olaraq oksidləri düzün. A nə idi uşaqlar? YO2. A-2 nə idi? XO2, ZO2. Müvafiq olaraq oksidləri indi düzək. XO2 SO2 idi. XO2 SO2 idi. Ona görə də A, B, Y variantları getdi. YO2 A idi, yəni NO2 idi. Ona görə NO2 D də variantı da getdi. Son olaraq da silisium O2 də ZO2 idi. Ona görə də cavab C variantı. Keçid 83-cü suala. Bayaqki sualın eyni tipdə sualdır. Oksidləri verib, nisbi molekul kütləsinə müvafiq olaraq eyni elementlər olduğu üçün aşağıda bir də birbaşa hamısını, yəni oksidini yenidən yazmıram. Emerini birbaşa cavabı yazıram. A üstə gəlsin 14 bərabərdir. Biz bayaq silisium O2 oksidi üçün müəyyən eləmişdik. A-2-ni müəyyən eləmişdik CO2 üçün. A da NO2 idi. Müvafiq olaraq indi qarşısına oksidlərinin formulunu yazaq. XO2, YO2, ZO2. İndi isə tərsinə idi. Bayaq ZO2 silisium O2-dir. X nədir uşaqlar? X silisiumdur. Baxın, silisium O2. Silisium olan variantları götürürük. B, C, Y variantları yanlışdır. Y karbondur, ona görə karbonlar doğrudur. Kükürt deyil, azotdur. Cavab A variantı. 84-cü sual. Deməli, X2O3 birləşməsi qələvi ilə reaksiyaya daxil olur, turşu ilə reaksiyaya daxil olmur. Qələvi ilə turşu ilə reaksiyaya daxil olmursa, deməli bu turşu oksididir. 3 valentli turşu oksidi. N2O3 4 uyğun gəlir. 4-ü yazaq X-in qarşısına. YO həm turşu ilə, həm də qələvi ilə, həm əsasla, həm qələvi ilə, həm də turşu ilə reaksiyaya daxil olur. Onda deməli bu amfoter oksididir. 2 valentli amfoter oksidlərə sink oksid, bir də berilyum oksidi misal göstərmək olar. 1 ilə 3 də getdi. 1, 3. Sonra ZO2 birləşməsi qələvi ilə reaksiyaya daxil olur, turşu ilə reaksiyaya daxil olmur. Onda ZO2 də turşudur. Qələvi ilə reaksiyaya daxil olursa silisium O2. Axıra da getdi 2. Sonra alüminium 2O3 xeyr, doğru deyil. Barium O2 xeyr. 4, 1, 3, 2. Deməli 1-ə getdi 4, 2-yə getdi 1, 3, 3-ə də getdi 2, 4, 1, 3, 2. Bir dəqiqə diqqətlə baxaq, elə bir variantımız yoxdur. Deməli azotun həm, baxın uşaqlar, cavab C variantı 4, 1, 3, 2. Baxın bura 4 də gedər. Çünki azotun həm də deməli NO2 kimi birləşməsi var ki, kalium OH-la reaksiyaya daxil olur, H-xlorla reaksiyaya daxil olmur. 4, 1, 3, 2, 4. C variantı. 85. Suda həll olan əsasi oksidləri müəyyən edin. Amfoter oksidlər suda həll olmur. Sink oksid getdi. Kalsium oksid həll olur. Barium oksid həll olur. CO2-də turşu oksididir, suda həll olur, amma əsası oksid deyil. Ona görə də 4 də doğru cavab deyil. 1, 3. 86. Oksidlər ağ rəngli, toz şəkilli hidroskopik maddədir. Uşaqlar, X bərabərdir P2O5. P2O5. Yəni X elementi fosfordur. Niyə? Çünki ağ rənglidir, toz şəkillidir. Bir də P2O5 hidroskopik maddədir. Turşularla reaksiyaya daxil olur, onların tərkibindəki suyu öz canına çəkir və turşunun anhidridini çıxarır. YO2 qonur rəngli zəhərli qazdır. YN-dir. Y bərabərdir azot, NO2. Qonur rəngli zəhərli qazdır. Sonra Z2O da suda yaxşı olan, həll olan bərk maddədir. Deməli Z2O da qələvi və qələvi torpaq metalların oksidləridir ki, əsası oksiddir ki, suda həm yaxşı həll olur, həm də metal olduğu üçün bərk maddədir. Z-in yerinə də tutaq ki, yazaq natrium, birinci qrup və yaxud birinci qrup elementi, bir valentli element olduğunu gördük. İndi keçək bir-bir variantları oxumağa. 1. YO2 şüşə istehsalında əsas xammaldır. Xeyr, doğru deyil. YO2 NO2 şüşə istehsalında istifadə edilmir. 2. Z2O-nun su ilə qarşılıqlı təsirindən ZOH tipli qələvi alınır. Doğrudur. Natrium OH-ın, deməli, natrium oksidinin su ilə reaksiyasından natrium OH alınır. 2 doğrudur. 3. X2O5 suda həll olunur. Uşaqlar, P2O5 suda həll olunur.
Bu doğru değil, yanlışdır. Əlbəttə suda həll olunur. Çünki bərk haldadır. P2O5 su ilə reaksiyaya daxil olur və turşu əmələ gətirir. Yoxsa P2O5 özü bərk halda olduğu üçün suda həll olunur. 4 YO2 gübrə istehsalında istifadə olunur. Bəli, azot gübrələrindən istifadə olunur. 5-ci X2O5 qazların qurutulmasına istifadə edilir. Bəli, P2O5 dedim ki, hidroskopik maddə istifadə edilir. Z2O natrium 2O ilə tənəffüs edildikdə insanda yüngül sərxoşluq yaradır. Xeyr, yanlışdır. Cavab 2, 4, 5. 87. Uşaqlar, sualların böyüklüyü sizi qorxutmasın. Çox sadə suallardır. Çox sadə şəkildə həll edəcəyik. Ekologiya mühəndisi şəhər atmosferindəki karbon dioksid və kükürt dioksid qazlarının ətraf mühitə təsirini araşdırır. Hansı qazlardır? Yazaq qeyd eləyək. 87. Karbon dioksid, bir də kükürt dioksid. Bu qazlar atmosferdə su buxarı ilə reaksiyaya girərək uyğun turşulara çevrilir. Su buxarı ilə reaksiyaya girərək uyğun turşulara çevrilir. Nəticədə alınır H2 karbonat turşusu, bir də H2SO3. Davam eləyək. Çevrilir. Bu turşuların əmələ gəlməsi yağış suyunu turşulandırır və nəticədə turş yağışlar əmələ gəlir ki, bu da torpağın məhsuldarlığını azaldır. Su hövzəsindəki ekosistemlərə zərər vurur və tikililərin aşınmasına səbəb olur. Mühəndislər hər yağış zamanı 1 litr yağış suyuna 0,44 mol karbon dioksid və 0,2 mol kükürt oksidin həll olduğunu müəyyən edirlər. 1 litr yağış suyunda, uşaqlar, gəlin bunu bir dənə 1 litr eləyək. 1 litr yağış suyunda 0,2 mol karbon, 0,044 mol karbon dioksid, bir də kükürt dioksid 0,2 molda kükürt dioksid həll olduğunu müşahidə edirlər. Davam eləyək. Deyir ki, 1 metr kub yağış suyunda olan karbonat və sulfit turşularının kütlələrini müəyyən edin. 1 metr kub yağış suyunda. Bizə deyir ki, 1 metr kub olsun. 1 metr kub. Uşaqlar, 1 metr kub 10^3 litr deməkdir. 0,44 mol CO2 reaksiyaya daxil olanda elə əmsallaşdıraq, elə 0,44 molda 1000-44 molda karbonat turşusu alınacaq. 0,2 mol SO2 reaksiyaya daxil olanda elə 0,2 molda sulfit turşusu alınacaq. İndi bizə qayıdır, deyir ki, 1 metr kubda olan, sualı diqqətlə oxuyaq, 1 metr kubda olan karbonat və sulfit turşularının kütlələrinin cəmini istəyir. Yəni, o turşuların kütlələrinin cəmini istəyir 1 metr kubda. Biz 1 litrdə bunu öyrəndik. İndi 1 metr kubda öyrənək, vururuq 10^3-ə. Son nəticəni tapıb vururuq 10^3-ə. Deməli, H2 karbon O3-ün emeri nəyə bərabərdir? Emer H2 karbon O3 bərabərdir. 2 üzərinə gəlinsin, 12 üzərinə gəlinsin, 48, 62. Emer H2 SO3 də 48 üzərinə gəlinsin, 2 üzərinə gəlinsin, 32, 80, 82. Deməli, ümumi kütlələri tapdıq. İndi sırayla 1 litr yağış suyunda 0,044 mol H karbonat vururuq emerinə 62. Yəni, neçə qram olduğunu müəyyən edirik. 1 litr, deməli, bunun qarşısına yazaq H2 karbon O3, bunu da yanına yazaq H2SO3. Deməli, 0,02 vurulsun 82 qram sulfit turşusu var. İndi bizə deyir ki, 10^3, yəni 1000 millilitrdə nə qədər olar? Hər birini 10^3-ə vururuq, 44 vurulsun 62, 10^3-ə vururuq, 20 vurulsun 82. İndi gəlin bunu həll eləyək. 4, 16, 0, 1640, 2728. Sonra bizdən bunların cəmini istəyir, kütlələrin cəmini 4368. 68. Keçdik 88-ci suala. 88. Kimya mühəndisi kağız istehsalında istifadə olunan natrium hidroksidin alınması prosesini araşdırır. O, natrium hidroksidi almaq üçün su ilə 31 qram natrium oksid reaksiyasını aparır. 88. Natrium oksid reaksiyasını aparır. Natrium 2O üzərinə gəlinsin H2O. Nəticədə alınır natrium OH. Reaksiyanı əmsallaşdıraq 2 oksid doğru. Reaksiyanı əmsallaşdırdıq. Su ilə 31 qram natrium oksid. Deməli, 31 qram natrium oksid götürür. Reaksiyanı aparır. Götürülmüş natrium oksidin tamamilə sərf olunduğunu nəzərə alaraq alınan natrium hidroksidi müəyyən edir. Tamamilə sərf olunduğunu nəzərə alaraq tutaq ki, x qram natrium hidroksidin mol sayını. X mol natrium hidroksidi alınır. Normalda isə emeri nə qədərdir natrium oksidin? 46 üzərinə gəlinsin 16.
46 üzerine gəlinsin 16. 22 vurdum 2'ye. Normalde ise 2 mol natrium OH alınır. İndi x de buradan beraberdir. 2 vurulsun 31 bölünsün 62. Cevap da 1 mol. Deməli natrium hidroksidin mol sayını müəyyən edin. Natrium hidroksidin mol sayı 1'ə bərabərdir. 89-cu sual. Kimya mühəndisi sənaye tullantılarından yaranan karbon dioksidin formulunu yazaq. Neytrallaşdırmaq və təmiz su istehsal etmək üçün kalsium hidroksiddən istifadə etdi. Kalsium OH2-dən istifadə edir. Bu reaksiya nəticəsində ətraf mühit üçün zərərli olan karbon qazı kalsium karbonata çevrilir. Kalsium karbonat və su əmələ gəlir. Reaksiyanı əmsallaşdırıq. Əmsallaşdırma ehtiyac yoxdur. Su əmələ gəlir. Mühəndis gündəlik olaraq 22 qram. Deməli mühəndis bir gündə 22 qram, buradan belə bir gündə 22 qram karbon qazını neytrallaşdıra bilir. Normalda deməli 22 qram karbon qazını neytrallaşdırmaq üçün nə qədər kalsium hidroksid lazımdır? X qram kalsium hidroksid lazımdır. 1 mol karbon qazını neytrallaşdırmaq üçün isə elə 1 mol kalsium hidroksid lazımdır. 40 üzərinə gəlinsin 17 vurulsun 2 34 74 qram kalsium hidroksidi neytrallaşdırmaq lazımdır. Davam edirik. Neytrallaşdıra bilir. 10 gün ərzində sərf olunan kalsium hidroksidin kütləsini bu 1 gündür uşaqlar. X de buradan beraberdir. 22 ile 44 ixtisar gedir 2. 74 2 ixtisar gedir 37 qram. Deməli bir gündə 37 qram kalsium hidroksid bizə lazımdır. Deyir ki 10 gündə neçə qram kalsium hidroksid lazım olacaq? 10 gündə də olsun A qram. A da bərabərdir 370. 90-cı sual. Magnezyum və magnezyum oksid qarışığının 20 qramına artıqlaması ilə götürülmüş xlorid turşusu ilə təsir edək. Tamam. Magnezyum oksid üzerine gəlinsin H-xlor. Əsasi oksiddir. Turşularla reaksiya daxil olub normal duz plus su verəcək. Magnezyum xlor 2 üzerine gəlinsin H2O. Reaksiyanı əmsallaşdırırıq. Keçdi magnezyumun da H-xlorla reaksiya daxil ola bilir. Magnezyum xlor 2 üzerine gəlinsin H2 reaksiyanı əmsallaşdıraq. 20 qramına, deməli bu ikisindən birlikdə 20 qramdır. Xlorid turşu ilə təsir etdikdə 4,48 litr qaz ayrılır. Hansından qaz ayrılır? Baxın bir dənə buradan qaz ayrılır. 4,48 litr qaz ayrılır. Normalda 1 mol magnezyumdan elə 22,4 litr 1 mol qaz ayrılır. Deməli neçə mol magnezyum götürülüb? X mol magnezyum götürülüb. X də bərabərdir. 22,4 4,48-ni ixtisar aparaq. 22,4 ixtisar gedir 0,2 dəfə. Deməli 0,2 mol burada X magnezyum var. 1 mol magnezyumun kütləsi nə qədərdir uşaqlar? 24 qram. 0,2 mol magnezyumun kütləsi nə qədər olacaq? Ta ki A qram. A da bərabərdir. 2'ye vururuq 4,8 qram. Deməli bu birləşmədə 4,8 qram magnezyum var. Davam edirik. İlkin qarşılıqda magnezyum metalının kütlə payını hesablayın. Kütlə payı necə hesablanır uşaqlar? Omega magnezyum bərabərdir. Deməli magnezyumun kütləsinin ümumi kütləyə nisbətinin faizini hesablayırıq. 0 ixtisar getdi. 2,4 224 qram. 24% kütlə payını verirsin. Deməli magnezyumun kütlə payı 24% oldu. 91-ci sual. Magnezyum və magnezyum oksiddən ibarət 10 qram qarışıq xlorid turşusunda həll edərək ayrılan qazın yanmasından 1,8 qram su alınır. Sırayla uşaqlar, bu yuxarıdakı tipdə məsələ ilə təqribi eynidir. İndi gəlin sualı birlikdə oxuyub həll edək. 91. Deyir ki, magnezyum və magnezyum oksiddən ibarət bir qarışıqdır. Bunların hər ikisi H-xlorla reaksiya daxil olur. Bayaqki kimi reaksiyalarını yazaq. Magnezyum xlor 2 üzərinə gəlinsin H2 2 mol. Magnezyum xlor 2 üzərinə gəlinsin H2O. Deyir ki, reaksiya nəticəsində ayrılan qazın yanmasından ayrılan qaz, hansı reaksiyadan ayrılan qaz alınır? H2. Bir dənə H2 ayrılır. Deyir bu H2'nin yanmasına O2 bərabərdir H2O əmələ gəlir. 2 2. Deməli bu H2'nin yanmasında tutaq ki X qram, X mol yazaq bura. X mol H2 yananda 1,8 qram su alınır. Normalda isə 2 vurulsun 2 mol H2 yananda 2 vurulsun 18 qram su alınır. 18 ixtisar getdi 0,1. 2'lər ixtisar getdi. X də bərabərdir 0,1. Deməli burada 0,1 mol H2 var. 0,1 mol H2 varsa onda 0,1 mol da elə magnezyum var. Çünki 1 mola 1 mol H2 əmələ gəlirdir. Oxuyaq. Bu qarışığın tərkibində olan magnezyum oksidin kütlə payını hesablayın.
Normalde neçə qram qarışıqdır uşaqlar? 10 qram qarışıqdır. 0,1 mol magneziumun kütləsi də bərabərdir 2,4 qram. 2,4 qram ümumi qarışıqdan çıxırıq. Yəni magnezium oksidin kütləsini tapmaq üçün ondan çıxırıq 2,4-ü, qalır 7,6 qram da magnezium oksidin kütləsidir. Niyə? Çünki 2,4 qram biz tapdıq. 2,4 qram magneziumun kütləsidir. Yerdə də qalır 7,6 qram da magnezium oksidin kütləsi. Kütlə payını istəyir. Omega magnezium oksid üçün bərabərdir. Ümumi kütlə 10, 7,6 magnezium oksidin kütləsi vururuq 100-ə 76%. Keçdik 92-ci suala. Oksidləri bizə verib əsasi oksid, amfoter oksid və turşu oksid. Deyir ki, xassələrini müəyyən eləyin. Həm əsaslarla, həm də turşularla reaksiya daxil olur. 2-yə getdi A. Qazların qurudulmasında istifadə edilir. P2O5 qazların qurudulmasında istifadə edilir. Kitabın arxasında cavabda 2-yə, 3-ə, B-yə getdiyini göstərilmir. Amma məncə mexaniki səhv olmuş ola bilər. Çünki P2O5 qazların qurudulmasına istifadə edilir. Hətta biz 86-cı sualda bu tipdə sual işləmişdik. Əsasi oksiddir. 1-ə getdi C. Su ilə reaksiya daxil olur. Yalnız burada turşu oksid reaksiya daxil oldu. Amfoter oksidlər su ilə reaksiya daxil olmur. Əsasi oksidlərdən yalnız qələvi və qələvi torpaq metal oksidləri su ilə reaksiya daxil olur və əsas əmələ gətirir. Ona görə də 3 getdi 3-ə. Laboratoriyada aldehid almaq üçün istifadə edilir. 1-ə Y də getdi. Üzvü kimyada artıq bu məsələ ilə bağlı tam aydın olacaq sizə uşaqlar. Keçdik 93-cü suala. Qaz, maye, bərk. Deməli, qaz halında CO2 qaz halındadır. P2O5 bərk haldadır. Bütün metal oksidlərin hamısı bərk haldadır. Su maye haldadır. NO2 də Y variantı qaz halındadır. 94-cü sual. Uyğunluğu müəyyən edin. Yanma reaksiyasının məhsulları maddələrdə bizə verir. Uşaqlar, diqqətlə fikir verin. Qələvi metallar yananda onlar yalnız oksid əmələ gətirmir. Litium oksid əmələ gətirir, kalium super oksid əmələ gətirir, natrium da peroksid əmələ gətirir. İndi bir-bir yazaq. Maddələrdən başlayaq. Kaliumun üzərinə O2 gələndə kalium O2 super oksid əmələ gəlir. 3A-ya getdi. Kalsiumun üzərinə O2 gələndə normal oksid əmələ gətirir. Kalsium O, B, 2-yə getdi B. Xlorla oksigen adi şəraitdə birbaşa reaksiya daxil olmur. Litiumun üzərinə oksigen gələndə litium 2O əmələ gəlir. Daha doğrusu oksid əmələ gəlir. D getdi. 2-yə getdi D. İndi baxaq, natriuma dedim ki, oksigenlə yananda natrium 2O2 əmələ gətirir. Peroksid əmələ gətirir. 1-ə də getdi Y. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə oksidlər mövzusunun suallarını bitirdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.